İndi gedirik TikTok videosu çəkməyə, onu shortsa da atacağım. Hansı video? 100 qramlıq əsnat, o balaca möcüzə, 7 bala Məryəm, hər dərdimizə çarə. Arkadaşlar, hamı trendin yiyəsi bizik də, bizim kanalımız düzəldi bu mahnını yapay zeka ilə. Bizdən başqa hamı çəkdi lağı, düz onlar lağı qoymaq məqsədi ilə çəkdilər. Amma ki biz həqiqətən akılın sahibi olaraq gedirəm bunu çəkməyə. Bir də şeydir, o videoları lağ məqsədi ilə və yaxud da gülmə məqsədi ilə çəkənlər qalsın bir qırağı. Yorumlarda əsnad üçün düzəltdiyiniz, nə bilim Rabiyə üçün falan düzəltdiyiniz stikerləri görmədim, sanmayın. Amma və lakin durub hər hürənə daş atmaq əvəzinə Allaha həvalə elədim. Əmin olun ki, sırf uşaqların qəlbini qırmaq məqsədi ilə o stikerləri atanlar var ha. O anasız uşaqların o stikerləri görəndə bir qram belə ürəklərində kədər yaranıbsa, Allah onun cavabını çox qəşəng verəcək sizə. Ona görə mən heç şey eləmədim. Adı nədir? Baş qoşmadım. İndi gedirik o videonu özümüz çəkməyə. Haydi.